Wi-Fi şəbəkəsini söndürmək sağlamlığa faydalıdır. Mütəxəssislər gecə saatlarında Wi-Fi şəbəkəsini söndürməyi faydalı vərdiş hesab edir. Onların fikrincə bu sadə addım həm yuxu keyfiyyətinə, həm də ümumi həyat tərzinə müsbət təsir göstərir. Bildirilir ki, sivsiz qulaqlıqlar fasiləsiz elektromaqnit dalğaları yayır və bu təsirin uzun müddətli nəticələri hələ də araşdırılır. Gecə saatlarında şəbəkəni deaktiv etməklə orqanizm üçün daha sakit mühit yaratmaq mümkündür. Bu isə daha dərin və keyfiyyətli yuxuya şərait yaradır. Bundan əlavə router və ona qoşulan cihazlar istifadə olunmadıqda belə enerji sərf edir. Wi-Fi-ın mütəmadi söndürülməsi elektrik xərclərinin az da olsa azalmasına və enerjidən daha səmərəli istifadəyə kömək edir. Ekspertlər həmçinin rəqəmsal gigiyenanın əhəmiyyətini vurğulayıb. İnternetə gecə saatlarında çıxışın məhdudlaşdırılması sosial şəbəkələrdə uzun müddətli vaxt itkisini azaldır, informasiya yükləməsinin qarşısını alır və istirahət rejiminin formalaşmasına dəstək verir.